Hamıya salam. Mən Xatirə Əzizxanlı Dərs Evi Tədris Mərkəzinin əməkdaşıyam. 7-ci vebinara qoşulduğunuz üçün təşəkkürlər. Bugün biz bullying, müəllimin hərəkətləri və hərəkətsizliyi mövzusunda webinar keçirəcəyik. Beləliklə, gəlin bir hekayə ilə tanış olaq. 25 illik təcrübəyə malik müəllimi olan Gülər Əhmədova 5B sinifində sinif rəhbəridir. Sinifdə 22 oğlan, 10 qız var. Gülər Əhmədova bütün uşaqların valideynləri ilə tanışdır və uşaqların güclü və zəif tərəflərini bilir. Gülər Əhmədova sezir ki, uşaqlar tez-tez astagəl olan aqilə sataşırlar, onu ələ salır və ona ilbiz deyirlər. Gülər Əhmədova nizam-intizamın nə qədər vacib olduğunu bilir və aqili təhqir etmək cəhdlərini mümkün qədər tez və sərt şəkildə dayandırmağa çalışır. Ancaq bullying dayanmır, daha da güclənir. Belə olduqda Gülər Əhmədova uşaqların valideynlərini çağırır. Onlar isə məktəbdəki atmosferin məktəbin işi olduğunu deyirlər. Gülər Əhmədova isə dərs zamanı aqilin aqressorlarını lövhəyə çağırıb, onlara başqa uşaqları incitməyin yaxşı şey olmadığını deyir və uşaqların aqildən üzr istəmələrini və onu bir daha bu ləqəblə çağırmayacaqlarına söz vermələrini xahiş edir. Beləliklə, Gülər Əhmədova müdaxilə etməkdə haqlıdırmı? Məktəbinizdə, sinifinizdə oxşar hekayələrlə qarşılaşmısınızsa, paylaşın, müzakirə edək. İndi gəlin fikirləşək. Bu cür təklif sinifə kömək edəcəkmi? Əvvəlki webinarlara baxmısınızsa, yadınızdadır ki, variant kimi bullyingə sərt, çox tələbkar, cəzaları və ümumi məhkəmə qurmağı sevən müəllimin olduğu sinifdə daha çox rast gəlinir. Digər variant, müxtəlif sosial qrupların olduğu sinifdir. Yəni, kasıb, varlı və yaxud xüsusi qayğıya ehtiyacı olan uşaqları bir yerdə oxuması, hamının illərlə birlikdə oxuduğu sinifə yeni uşağın gəlməsi və s. Bu, həm də müəllimin üzərinə düşən yükdür. Axı, o bununla bağlı nəsə etməlidir. Nizam-intizamı izləməli, uşaqlara fənn üzrə mövzunu öyrətməli, uşaqların dava etmədiyinə, mübahisə etmədiyinə əmin olmalıdır. Və bütün məsuliyyət onun üzərindədir. Çox çətindir. Müəllim proqramla ayaqlaşmaya bilər. Üstəgəl, məktəblilərin və müəllimlərin ümumilikdə şagirdə az təsir vasitəsi var. Əvvəllər heç olmasa sinifdən qovmaq olurdu, indi bu da yoxdur. Bəs müəllim müxtəlif situasiyalarda nə edə bilər? İndi bu müxtəlif situasiyaları nəzərdən keçirək. Siz qeydlər apara və sonra müəllimlərinizə təklif edə biləcəyiniz variantı seçə bilərsiniz. Əsas odur ki, bütün bu variantlar müəllimin üzərinə daha da böyük yük qoymur. Əksinə, ona kömək eləyir, onu yükünü yüngülləşdirir. Gəlin sinifə yeni uşağın gəlməsindən başlayaq. Budur, uşaqlar bir neçə il dalbadal bir sinifdə oxuyur, bir-birini yaxşı tanıyır və sonra onlara yeni şagird qoşulur. Bu, həm də yeni gələn şagird üçün, həm bütün sinif üçün stressdir. Uşaqlar güclərini yoxlamağa, bir-birlərini süzməyə və sərhədlərini yoxlamağa başlayacaqlar. Görəsən, təzə gələn söyüşə reaksiyası necədir? Görəsən, normal adamdır, yoxsa necə? Bəzən isə bu yoxlamalar bütün sərhədlərin pozur. Məsələnin dərinləşməsinin qarşısını almaq üçün sinif rəhbəri yeni gələn şagirdə uyğunlaşma prosesində, həmçinin bütün sinifə yeni sinif yoldaşını qəbul etmə prosesində kömək edə bilər. Bunun üçün bir neçə sadə addım var və birinci addım qaydaları yeni gələn şagirdə izah etməkdir. Məktəbdə ümumi davranış qaydaları var, lakin hər sinifin öz ənənələri var. Çox yaxşı olardı ki, sinifdəki uşaqlar bu ənənələri bilsin və müəllim yeni gələn uşağa onlar haqqında əvvəlcədən məlumat versin. Müəllim şagirdlərdən birindən, məsələn, sinif nümayəndələrindən və ya istənilən şagirddən yeni gələn uşağa kömək etməsini xahiş edə bilər. Ad günlərinin və ya iməcliklərin necə keçirildiyini deyə bilərsiniz. Ən əsası, təhlükəsiz ünsiyyət qaydaları bu barədə məlumat verilməlidir. Söyüş söymək, kənarlaşdırma etmək olmaz. Kömək eləmək, hörmət eləmək və s. lazımdır. Əgər məktəb bullyingə qarşı fəaliyyət qaydaları qismində bullyingə qarşı xartiyanı qəbul edibsə, hər şey daha sadə qaydada həll olunur. Bu xartiya kollektiv daxili mübahisələrin bütün qaydalarını müəyyən edir.
Məktəbdə hansı davranış məqbul, nə isə qəbul edilməzdir. Müəllim digər valideynlərə sinifə yeni şagirdin gəldiyini bildirə bilər, onlardan yeni gələn şagirdin valideynlərini söhbət qrupuna daxil etmələrini, sinifdə məsələlərin necə həll edildiyini izah etmələrini, pulun necə yığıldığını, hədiyyələrin necə verildiyini, hansı məsələlər üzrə kimə müraciət ediləcəyini və s. detalları izah etmələrini xahiş edə bilər. Bu mütləq ünsiyyəti asanlaşdıracaq və valideynlərin dostlaşmasına xidmət eləyəcək. Düzdür, müəllim bir deyil, bir neçə uşağa növbə ilə kuratorluğu tapşıra bilər. Axı məktəbdə nəyin harada olduğunu, kabinetlərin yerlərini, hansı tədris materiallarının lazım olduğunu müəyyən etmək lazımdır. Bir günə hər şeyi yadda saxlamaq mümkün deyil və bir neçə həftə ərzində müxtəlif şagirdlər arasında bu növbətçi rejimin olması çox kömək eləyəcək. Dostluq dərsləri deyə bir anlayış var. Sinifdəki uşaqların birləşməsi üçün müəllimlərin dostluq dərsi keçirməsi əladır. Bu, bədii kitablardan, filmlərdən, musiqilərdən və hətta həyati vəziyyətlərdən, öz təcrübənizdən, nümunələrdən istifadə edərək nəticə etibarilə mürəkkəb situasiyaları təhlil edə biləcəyiniz dərslərdir. Bu dərslərdə uşaqlar fikirlərini deyə bilərlər. Sinif rəhbəri onların emosiyalarını müşahidə edə və onlara təhlükəsiz ünsiyyət qurmağı öyrədə bilər. Dinamikanı izləmək üçün ən azı ayda bir dəfə belə dərslər keçirmək əladır. Və biz dəqiq bilirik ki, bunun üçün dərs saatları ayrıla bilər. Bu cür dərsləri özümüz keçirik, ona görə də əminliklə deyə bilərik ki, onların çox gözəl effekti olur. Bəs uşaqlara doğru şəkildə necə kömək eləmək olar? Bəzən müəllim uşaqlar arasındakı münaqişələri necə həll edəcəyini bilmir. O, səmimi şəkildə kömək eləmək istəyir, lakin bilmədən daha böyük bullyinqə səbəb olur. Beləliklə, birincisi, müəllim pis davranış modeli təklif edir. O, nizam-intizamı tənqid vasitəsilə qoruyur. O, sinifdə rəqabəti dəstəkləyir, qız və oğlanları və ya uşaqları bir-biri ilə müqayisə edir, müqayisə üçün daim paralel sinifi misal gətirir, aşağılayıcı ifadələr işlədir, uşaqlara ləqəblər qoyur, onları lövhəyə çağırmaqla və ya pis qiymətlərlə nümayişkaranə şəkildə cəzalandırır. Çox güman ki, bu barədə biləcəksiniz, çünki uşaqlar özləri də tez-tez bundan şikayətlənirlər. Ancaq düşünməyin ki, qorxulu heç nə yoxdur. Müəllimin tərzi budur. Xeyr, bununla işləmək lazımdır. Gedib müəllimlə danışın, təmkinli olun, konkret faktları misal gətirin. Müəllimin bu situasiyada öz münasibətini öyrənin. Özündən əmin, lakin hörməti qorumaq şərti ilə xahiş edin ki, o sinifdə təkcə sizin övladınıza deyil, heç bir uşağa qarşı belə söz və ifadələrdən istifadə eləməsin. Burada əsas göstərmək lazımdır ki, bu cür davranış nümayiş etdirməkdən əl çəksə, müəllimin özü də bundan faydalanacaq. Deyin ki, övladınız buna emosional reaksiya verir və buna görə diqqəti yayınır, yəni daha pis oxuyur. Sadəcə xahiş edirəm, təhdid etməyin, aqressiv tona keçməyin. Əks halda vəziyyətin yaxşılığa doğru dəyişmə ehtimalı azalacaq. Müəllim reaksiya vermədi və ya razılaşdı. Lakin şikayətlər davam edirsə, rəhbərliklə danışmaq lazım gələ bilər. Amma işlər həqiqətən də pisdirsə, təhqirlər, aşağılamalar, cəzalar mütəmadi olaraq baş verirsə, səsiniz eşidilmirsə, o zaman rəsmi şikayət etməli olacaqsınız. Bu şikayəti isə direktor qəbul etməli və imzalamalı olacaq. Bu isə cavabsız qalmayacaq. Görülən işlər barədə siz xəbərdar edilməlisiniz. Elə olur ki, müəllim hər şeyi görür, amma münaqişələrə heç bir şəkildə reaksiya vermir. Təəssüf ki, tez-tez olur ki, uşaqlar mübahisə edir və ya bir-birini təhqir edir və ya uşaq müxtəlif səbəblərdən məktəbdə daha pis oxumağa başlayır. Məsələn, ailə məsələləri səbəbindən uşaq sinifdə daha pis davranmağa başlayır və sinif rəhbəri buna ümumiyyətlə reaksiya vermir. Sanki bu onun işi deyil ya da vəziyyəti həll etməyə çalışdı, amma alınmadı. Ona görə də sadəcə geri çəkildi. Belə şey tez-tez baş verir. Bu ümumiyyətlə başa düşülən sırf insani strategiyadır. Xüsusilə müəllim uşaqları necə barışdıracağını bilmirsə. Aydındır. Amma biz burada onu da başa düşməliyik ki, bu strategiya tamamilə səmərəsizdir.
Deyə bilərsiniz ki, müəllim özü bilmir ki, biz də deyə bilərik ki, bilir. Ancaq müəllim psixoloq və bullying üzrə mütəxəssis deyil. Dünyada hər şeyin peşəkarı olduğu kimi bunun da peşəkarları var. Uşaqların özünün bu cür münaqişəni həll etmə təcrübələri yoxdur. Onlar uşaqdırlar. Onlar kollektiv daxili qaydalar yarada biləcək insanlar deyillər. Bullying isə məqsədin, birliyin və konkret qaydaların olmadığı mühitdə baş verir. Bullying probleminin həllini uşaqların vicdanına buraxmaq olmaz. Uşaq kollektivində bir rəhbər olmalıdır. Bu da sinif rəhbəridir. Və siz valideynlər sinif rəhbərinizin bu səlahiyyətini dəstəkləyə, ona komandadakı ab-havanın yaxşılaşdırılmasına kömək eləyə, uşaqlara ona hörmət etdiyinizi göstərə və ya onu dinləyə bilərsiniz. Əsas odur ki, hamı, valideynlər və müəllimlər koordinasiyalı şəkildə işləsinlər. Bu halda uşaqlar da uyğunlaşacaqlar. Bəzən müəllim zənn edir ki, aqressora, bullyerə qarşı ümumi məhkəmə təşkil etsə, bullyingin öhdəsindən gələ bilər. İstənilən yaşda olan məktəbli üçün lövhə qabağında dayanıb bütün bu mühazirələri dinləmək dəhşətlidir. Bu utandırıcı, ağrılı və çox qıcıq vericidir. Axı, bu bütün sinifin gözü qarşısında baş verir. Müəllim onu gözləyir ki, şagird günah hiss eləyəcək və dərhal səhvini düzəltmək istəyəcək. Əslində isə tam əksi effekt alınır. Odur ki, bu cür yanaşma bullying halını daha da pisləşdirə bilər. Əgər övladınız həqiqətən də digər uşaqlara sataşıbsa və ya dələduz kimi davranıbsa belə, bu cür ümumi məhkəməyə məruz qalıbsa, ilk növbədə ona dəstək olun. Yalnız bundan sonra təfərrüatları aydınlaşdırın və müəllimə yumşaq tonda və hörmət saxlamaq şərti ilə xatırladın ki, tərifi hamının qarşısında eləmək olar. Ancaq cəzanı isə təklikdə vermək daha yaxşı variantdır. Belə də olur ki, müəllim bullyingin spesifikliyindən bixəbər olur və qurbanı itham etməyə başlayır. Məsələn, uşağı yavaş qaçdığına və ya eynək taxdığına görə bullyingə məruz qoyurlar. Onu alçaldırlar, o reaksiya verir. Müəllim isə təklif edir ki, uşağın valideynləri onu boksa yazdırsınlar ya da sinif yoldaşlarının dediklərinə əhəmiyyət verməsinlər. Belə ki, uşaq özü eynək taxana sataşır, onlar da belə əvəz çıxır. Burada məqsəd sanki uşağı sinif yoldaşlarının tələblərinə uyğunlaşdırmaq, başqaları kimi güya normal etməkdir. Güya ancaq bu halda ondan əl çəkəcəklər. Burada müəllim diqqətini aqressora deyil, qurbana yönəldir. Və bu yanlış yanaşmadır. Və bu cür yanaşma ümumiyyətlə yol verilməzdir. Eynəkli, kök, kasıb, xüsusilə qayğıya ehtiyacı olan və ya əlil uşaq fərqi yoxdur. Bullyingə bütün uşaqlar, ən normal uşaq belə məruz qala bilər. Heç kəs bullyingə məruz qaldığına görə günahkar deyil. Başqa insanı alçaltmaq, vurmaq, təhqir eləmək və ya ona qarşı etinasız yanaşmaq üçün səbəb ola bilməz. Bu sadə fikri müəllim sinifdəki bütün uşaqlara, valideynlər isə evdə uşaqlarına çatdırmalıdır. Və bu məqam sinifdə xüsusi qayğıya ehtiyacı olan uşaq olduqda xüsusi əhəmiyyət kəsb edir. Axı, o bir çox hallarda diqqəti cəlb edir və bullyingə daha çox məruz qala bilər. Xüsusi qayğıya ehtiyacı olan uşaq hamı kimidir və müəllimin uşaqlara bu fərqləri, dünyanın müxtəlifliyi haqqında danışması vacibdir. Hamımız zahiri görkəmimizə, milliyyətimizə, qabiliyyətlərimizə görə fərqliyik, lakin hüquqlarımız bərabərdir. Dostluq dərsləri və birgə dərsdən kənar fəaliyyətlər bullyingdən xilas olmaq üçün ən təsirli üsuldur. Qurbanı günahlandırmaqla yanaşı, müəllim diqqətini bullier və qurban cütlüyünə də yönəldə bilər və bir müddət bütün sinifi unuda bilər. Bullying bir qrup problemidir və bütün qrupa təsir edir. İkinci vebinarımızda bullying iştirakçılarının bütün rollarını ətraflı müzakirə etmişdik. Aqressiv uşaq hər şeydən qaça biləcəyinə inanır və özünə getdikcə daha çox səlahiyyət verir. Qurban isə qapanır və bundan kənarda qalan müşahidəçilər də əziyyət çəkir. Aparılan tədqiqatlar göstərir ki, müşahidəçilər də qurbanlar kimi baş verənlərdən qorxur, narahat olur və utanırlar. Və bu məqamda bütün siniflə işləmək lazımdır. Aşağılayıcı sözləri sezmək və dərhal reaksiya vermək mütləqdir. Baş verənləri öz adı ilə adlandırmalısınız. Vəziyyəti müzakirə edin və bütün iştirakçıları söhbətə cəlb edin
Misallar üzərindən təhlil aparın. Müəllimlərinizin tək başına öhdəsindən gələ bilməyəcəyini bilirsinizsə, iştirakınızı təklif edin. Ya psixoloq, ya da dərs evi mütəxəssisini dəvət edin. Ümumiyyətlə, gəlin hamımız birləşək və uşaqlarımız üçün məktəbdə təhlükəsiz və sağlam mühit təmin edək. Və son vacib məqam budur ki, təəssüf ki, müəllim bəzən özü bullying edir, tam şüurlu şəkildə. Bəs bunu necə sezmək olar və nə etmək lazımdır? Həyəcan siqnalları bunlardır. Birincisi, müəllimin sevimliləri olur. Sevimlilər o demək deyil ki, onlar həmişə yaxşıdırlar və bəzən təhlükəlidirlər də. Bu, sinif yoldaşları arasında məsafəni artırır, təhsilə olan motivasiyanı azaldır və uşaqlar düşünür. Mən nə etsəm də xeyri yoxdur. Niyə çalışım ki? Sevimli uşağın fonunda qalan bütün digər şagirdlər özlərini diqqətdən kənarda və dəyərsiz hiss edirlər. Onlar həsəd apara və qısqana bilərlər. Bu emosiyalar sevimlilərə münasibətdə özünü göstərəcək. Belə ki, birbaşa müəllimə qarşı getmək olmaz. Belə də ola bilər. Müəllimin davamlı şəkildə uşaqları mənfi istiqamətdə müqayisə eləyir. Məsələn, Nuridə afərin, Elşadın isə Nuridədən öyrənəsi çox şey var. Sənin bacın, qardaşın səndən daha yaxşı oxuyurdu. 7B sinfi sizdən çalışqandır. Müqayisə heçliyə aparan yoldur. Heç bir halda oxumaq üçün stimul deyil. Heç bir halda çalışqan olmaq üçün stimul deyil. Müqayisə inciklik, qəzəb, paxıllıq və davamlı olaraq müqayisə olunduğunuz insanlara nifrət etmək istəyi yaradır. Müəllim münaqişəni həll eləmir, faktlara laqeyd yanaşır. Təklikdə kiminsə tərəfini saxlayır və xoşu gəlməyən uşaqların incidilməsinə göz yumur. Uşaqları özü oxşar davranışa kökləyir. Uşaqların xəbərçilik etməsi üçün təşviq edir. Belə də olur. Müəllimin tələbləri yüksək olur. Müəllim güclü və ölçüsündə ümumiyyətlə tələbkardırsa, bu əladır. Amma müəllim çox tələbkar olanda əmin ola bilərsiniz ki, bütün uşaqlar bununla ayaqlaşa bilməyəcəklər. Orta oxuyanlar belə. Beləliklə, sinfin əsas hissəsi qapanıb məyus olur. Kimin xoşuna gəlir ki, onu davamlı şəkildə tənqid eləsinlər və bu qapalı döngəyə çevrilir. Bu cür müəllimin tənqid üçün həmişə səbəbi olur. Onun idealı olmaq 1-2 nəfərə qismət olur. Müəllimin özünə nəzarəti itirdiyi vaxtlar da olur və bu barədə uşaqlar mütləq gəlib evdə danışırlar. Bunu yəqin siz özünüz onu bu həddə çatdırmısınız kimi sözlərlə yola verməyin. Müəllim özünü nəzarəti itirirsə, qışqırırsa, ayağını yerə vurursa, qapıları çırpırsa, ağlayırsa, uşaqlar çətin gözlərini təhlükəsiz mühitdə hiss eləsinlər. Və hətta çətin sinif olsa belə uşaqlar müəllimi həqiqətən dəli edirsə, bu cür emosional reaksiya kömək eləməyəcək. Bu cür reaksiyalarla həmin müəllimlər çətin ki, uşaqlara münaqişələrə düzgün reaksiya verməyi öyrədə bilsinlər. Müəllim və sinif qapalı sistemdir. Müəllim açıq dərslər keçmirsə və valideynlərlə görüşmürsə, həmkarları ilə əlaqə saxlamırsa, onunla ümumi dil tapmaq və zamanında bullyingi görmək çətin olacaq. Əgər övladınızın sinifində hətta həyəcan siqnalı belə görsəniz, bu ona diqqət yetirmək üçün ciddi bir səbəbdir. Onunla danışın, oxumağı sevib-sevmədiyini, sinifdə uşaqlar arasında münasibətləri, ümumiyyətlə övladınızın özünü necə hiss elədiyini, son vaxtlar dərs öyrənməkdə çətinlik çəkmədiyini, müəllimin davranışında övladınızı narahat edən və ya incidən məqamların olub-olmadığını öyrənin. Övladınıza göstərin ki, sizə hər şey danışmaq olar və əgər problem varsa, müəllimlə dalaşmağa getməyəcəksiniz. Amma eyni zamanda problemin üzərini də örtbasdır eləməyəcəksiniz və heç nə olmamış kimi də davranmayacaqsınız. Sizin vəzifəniz kömək eləmək və münasibətləri yaxşılaşdırmaqdır. Əgər müəllim tərəfindən bullying halı təsdiqlənirsə, yeganə çıxış yolu bu problemi əvvəlcə sübutlar toplamaq şərti ilə məktəb rəhbərliyi ilə həll eləməkdir. Hazırda məktəblərdə bullyinglə mübarizə və onun qarşısının alınması ilə bağlı dəqiq qaydalar olmadığı üçün bu məsələlərlə işləmək çətin olur. Amma biz hər zaman uşağın maraqlarına uyğun olaraq hər bir konkret vəziyyətdə necə hərəkət edəcəyinizi göstərməyə hazırıq. Beləliklə, bugün biz müəllim tərəfindən zorakılıq əlamətləri göstərən
ən çox rast gəlinən vəziyyətləri nəzərdən keçirdik. Bullinqlə yanlış mübarizə strategiyalarını nəzərdən keçirdik və həmçinin müəllimin özünün yaxud da sizin köməyinizlə sinifdə münasibətləri düzəltmək üçün bir çox variantları təklif etdik. Daha çox rast gəlinən bullinq halları, təhqirlər, boykotlar, fiziki aqressiya və şəbəkə zorakılığı, yəni kiberbullinq, bütün bunları növbəti vebinarımızda da bir daha nəzərdən keçirəcəyik və övladınıza necə kömək edə biləcəyiniz barədə aydın tövsiyələr verəcəyik. Hal-hazırda isə biz xatırladırıq ki, uşaqlar və valideynlər üçün uşağa bullinq edəndə nə etmək lazımdır mövzusunda ətraflı və rəngarəng təlimatımız mövcuddur. Həmçinin veb saytımızda da bullinqə qarşı xartiyanı yükləmək və onu məktəbə gətirmək mümkündür. Bəlkə də məhz sizin məktəbinizin direktoru tərəqqipərvər və müasir baxışa sahib bir mütəxəssisdir. Məktəbində təhlükəsiz və sağlam atmosfer yaratmaq üçün əlavə yollar axtarır. Bu halda bu ehtiyacınız olan materialdır. Diqqətinizə görə təşəkkür edirəm. Zəhmət olmasa vebinarımızla bağlı təəssüratlarınızı və hansı hallarla qarşılaşdığınızı şərhlərdə yazın. Növbəti vebinarlarda görüşənə qədər hələlik sağlıqla qalın.